Tələbələrin son zənginin çalınmasına, məzun gününə artıq sayılı günlər qalıb. Bugün də kimisi sevinir, bəzi tələbələr isə universiteti bitirdiklərinə görə kədərlənirlər. Onların hansı hisslər keçirdiyini gəlin özlərindən soruşaq. Valla həm sevinirəm, həm üzülürəm. Qrup yoldaşlarımdan ayrılıram deyə üzülürəm. Amma belə də sevinirəm, bitdi. İmtahan verməyəcəksiniz də. Şükür artıq o streslər bitdi. Artıq məzun olursunuz. Sevinirsiniz universiteti bitirməyinizə, yoxsa kədərlənirsiniz? Həm sevinirəm, açıq həm də kədərlənirəm. Çünki belə deyək də bu müəyyən bir period ərzində burada həm öz yoldaşlarımla, həm universitet kollektivi ilə bir yerdə oldum. Onları inşallah gələcəkdə belə deyək, daha yaxşı yerlərdə görərəm, özüm də daxil. Onları bir uzun müddət görməyəcəyim üçün yəqin ki, içimdə bir kədər var, amma yeni bir həyata, yeni bir pilləyə addım atırıq. Ona görə məncə sevinməliyik də buna, yəni açığı. Çox gözəl duyğudur. Yəni artıq 5-ci sonuna gəldik. İnşallah bundan sonra görək başımıza nə gəlir. Sevinirsiniz universiteti bitirdiyinizə görə? Sevinirəm, bəli. Yorulmuşdunuz imtahanlarda. Bəli, olduqca. Amma indi ən böyük imtahan gözləyir. Həm hesabatımız, həm miq imtahanı, ən çətini. Daha bundan sonra da imtahanlar verəcəyik. Bəli. Müəllim üçün imtahan bitmir. Həm sevinirik, həm kədərlənirik. Bu 5 ili bir yerdə keçirdiyim uşaqlarla məzun oluram, ona görə sevinirəm. Kədərli halda odur ki, bir-birimizdən ayrılırıq, çətin bir yerdə görüşək. Belə. Niyə görüşməyəcəksiniz? Xatirələri falan, o tamam başqadır. Universitetdə olan şeylər sonra həmin kimi effekt verməyəcək. Artıq məzun olursunuz. Hansı hissləri keçirdirsiniz? Həm sevinç, həm də kədər hissi var. Çünki həm universitetimizdən, qrup yoldaşlarımızdan, müəllimlərimizdən ayrılırıq. Amma ümumi olaraq sevincliyəm, çünki yeni bir həyatın başlanğıcı olduğunu düşünürəm. Yəni ümumi olaraq belə. Yaxşıdır bütün hisslər. Qarşıdakı gələcəkdə yenidən öz tələbə yoldaşlarınızla görüşməyi düşünürsünüz? Əlbəttə, yəni münasibətimiz davam eləyəcək. Düşünürəm ki, bundan sonra daha da yaxşı olacaq. Yəni belə. Hansı hissləri keçirdirsiniz? Sevinirsiniz məzun olmanıza, yoxsa kədərlənirsiniz? Əslində bəli. Yəni hətta çox sevinirəm deyə bilərəm, amma yenə də universitet illəri daha fərqlidir məncə. Çünki bu vaxta qədər düzdür, məktəb illərim daha çox xatırlayıram, daha çox mənə doğma gəlirdi, amma universitet illəri də fərqlidir. Başqa fərqli şeylər öyrədir. Darıxacaqsınız öz tələbə yoldaşlarınız üçün? Yəqin ki, hə. Yəqin ki. Hə, yəni necə deyim, belə izah edeyim də. Düşünürəm ki, əlaqəmiz kəsilməz yəqin ki, çünki hamımız Bakıda yaşayacaq, belə düşünürəm. Amma əlaqə kəsilsə belə onlayn falan danışarıq deyə düşünürəm. Yəni 30 il, 40 il sonra əlaqə yaradıb bir yerə yığışarıq. Bəli, sevinirəm. Yeni həyata qədəm qoyuruq. Qarşıda bizi gözəl illər gözləyir, yeni işlər. Hər birinə uğurlar arzulayıram bütün qrup yoldaşlarıma, bütün məzunları təbrik edirəm. Bu qədər. Heç kədərlənmirsiniz ki, bitirirsiniz, universiteti görməyəcəksiniz də onları? Düşünürəm ki, görüşərik.